Salamlayıram sizi, əziz bacılarım, əziz qardaşlarım. Hər birinizi xoş gördük, hər biriniz xoş gəlmisiniz Allahın sözünü dinləməyə, Allahın kəlamını eşitməyə. Gəlin, qulaq asanda diqqətli olaq. Çünki bizim danışdığımız sözlər, Allahın kəlamları, Allahın ayələri, Allahın qayda və qanunlarıdır. Mənim bugünkü sizlə vəzimin mövzusu öyrənmək və öyrətmək haqqında olacaq. Elimizdə Azərbaycanda belə bir söz var, deyir ki, 40-ında öyrənən gorunda çalar. Belə bir məsəl var. Amma əslində mən bu məsəllə, bu fikirlə razı deyiləm. Çünki öyrənmək heç vaxt gec deyil. İstəyir 40 yaşın olsun, istəyir 50 yaşın olsun və sən və biz insanlar həmişə öyrənməliyik, həmişə araşdırmalıyıq, həmişə özümüzü inkişaf etdirməliyik ki, təkmilləşək, bilikli, savadlı, bacarıqlı, qabiliyyətli olaq. Bilirsiniz, müqəddəs kitabda bir ayə var, 1 Korinfillər 8-ci fəsil 2-ci ayədə deyir ki, kim fikirləşir ki, bir şey bilir, kim fikirləşirsə ki, o bir şey bilir, o artıq ağıllıdır, o artıq çox şeyləri bilir. Kəlam bilirsiniz nə deyir? O hələ lazım olduğu qədər heç nə bilmir. Ona görə biz insanlar həmişə düşünməyək, mən artıq bilirəm, mənə artıq lazım deyil, mən artıq bacarıqlı, ağıllıyam, hər şeydən məlumatım var. Xeyr, hər zaman öyrənmək, oxumaq lazım. O günü bir insana İncil kitabı verdim və dedim ki, qardaş, necə oldu da ki, İncil kitabı oxumaq həvəsi, istəyi səndə yarandı və bizdən sən kitab istədin. Deyir, qardaş, mən bilirsən nə qədər kitablar oxuyuram. Mənə öz kitabxanasının şəkillərini göstərdi, şkafları doldu. Deyir, bax, bunların hamısını oxumuşam. Mən deyir, hər gün oxuyuram və istəyirəm İncil kitabında oxuyum, Bibliya kitabında oxuyum. Dedim, çox gözəl, çox sevirəm belə insanları ki, sənin kimi insanları oxuyur, araşdırır, öyrənir və hər şeydən məlumatı var. Çünki əziz bacılarım, qardaşlarım, insan oxuyanda, araşdıranda o çoxlu məlumat əldə edir. Və o insanı aldadmaq çətin olur. Bəzən olur, kimsə görürsən, nəsə alır, gətirir evə, sonra məlum olur ki, bunu aldadıblar. Və yaxud bizim özümüzdə də olub. Nəsə almışıq, əldə etmişik, araşdırmadan, öyrənmədən, soruşmadan, sonra məlum olub ki, biz aldanmışıq və onun əziyyətini çəkmişik. Nəyə görə? Çünki o haqda məlumatımız olmadı. Amma oxuyan insan, araşdıran insanı, biliyi olan insanı hələm-hələm aldatmaq olmur. Və bəs biz insanlar, biz imanlı olaraq ən çox nəyi öyrənməliyik? Ən çox hansı biliyi öyrənməliyik? Ən çox nə əldə etməliyik? Təbii ki, bizə əbədi həyat verən, bizi yaşadan, bizə güc qüvvət verən Allahın sözlərini, Allahın qayda və qanunlarını. Gəlin, müqəddəs kitabdan seçdiyim bu ayələrə nəzər salaq. Zəhmət olmasa onu ver. Və bir neçə ayə oxuyacağam sizinlə. Sonra bu ayələr haqqında fikrimi bölüşəcəm. Matta 11-ci fəsil 29-cu ayədə İsa Məsih deyir, məndən öyrənin. Çünki mən həlim və qəlbən itayətkaram. Yahya 6:45-də onların hamısını Allah öyrədəcək. Zəbur 119:71 sənin qaydalarını öyrənirəm. Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim. Göstərişlərini lap əvvəldən öyrənirəm. Allah bu 4 gəncə hər cür ədəbiyyatı və elmi öyrənmək üçün bilik və dərrakə verdi. Amin. Fikir verin, İsa Məsih Matta müjdəsi 11-ci fəsil 29-cu ayədə deyir ki, məndən öyrənin. Çünki mən həlim və qəlbən itayətkaram. Biz Məsihdən nəyi öyrənməliyik? Məsih bizə nə deyir? Deyir, nəyi məndən öyrənin? Arxasınca deyir, həlimliyi və itayətkarlığı. Əziz bacılarım, qardaşlarım, İsa Məsih sakit bir insan idi. Heç kimlə işi yox idi. Heç kimi incitmədi. Hətta haqqı belə tapdalandı. Amma yenə də onun səsi çıxmadı. O, heç bir insanla mübahisə etmədi. Bax, budur həlimlik. Bax, İsa Məsih istəyir ki, biz də onun kimi həlim olaq. Bəzən olur, biri ayağımızı tapdalayanda az qalırıq ki, onu bir təhər eləyək. Bu həlimlik deyil. Və Allah istəyir ki, biz onun kimi həlim olaq, sadə olaq, sakit olaq, səmimi olaq.
Bax, budur həlimlik. İsa Məsih bunu deyir, bunu məndən öyrənin. Və sonra itayətkar. Deyir, mən itayətkaram. Ataya itayətkaram. Onun bütün tapşırıqlarına əməl edirəm. İtayət sözü sadiq, icraçı, tabi olan, yerinə yetirən deməkdir. Bəzən imanlar olur, sözü dəfələrlə deyirsən, amma görürsən yenə də icra etmək istəmir. Və bu itayət deyil. Amma Allah istəyir ki, biz sadiq olaq. Biz ondan icra etməyi öyrənək. Biz ondan itayət etməyi öyrənək. Çünki o belədir və istəyir ki, biz ondan bunu öyrənək. Və sonra Yəhya 6-cı fəsil 45-ci ayədə deyir ki, onların hamısını Allah öyrədəcək. Əziz bacım, qardaşım, Rəbb həmişə hazırdır səni öyrətməyə. Rəbb həmişə istəyir ki, bizə hər şeyi aydın eləsin, yetər ki, biz istəyək. Çətinlikdə kömək etsin. Hər sualımıza cavab versin. Hər vəziyyətdən bizə çıxış yolunu göstərsin. Nə sənə qaranlıqdır, onu sənə aydın eləsin. Bu Rəbbin istəyidir. Amma nə isə bilmiriksə, bu Rəbbin istəyi deyil. Biz istəmirik öyrənək. Siz müqəddəs kitabda Huşa Peyğəmbər kitabında Allah deyir ki, Efraimə gəzməyi mən öyrətdim. Burada məcaz var. Halbuki Rəbb burada uşağın yeriməsindən söhbət etmir. Deyir, Efraimə, balaca Efraimə gəzməyi mən öyrətdim. Yəni, o nəslə mənim yollarımla getməyi mən öyrətdim. Onları qollarım üstünə aldım. Onlara şəfa verdim. Əyilib onlara yemək verdim. Fikir verin Allahın xüsusiyyətinə. Bir insan xüsusiyyətinə bənzədir. Bizim etdiklərimizlə müqayisə edir ki, mən öz sevdiklərimi, bax, öz balalarımı belə öyrətmək istəyirəm. Gəzməyi, yeriməyi, yedizdirməyi, inkişaf etməyi istəyirəm öyrənmək. Öyrən. Al bunları məndən. Sən istə, sən gəl, sən can at. Rəbb sənə yeriməyi, yaşamağı, xidmət etməyi, yaxşı insan olmağı öyrətsin. Zəbur 119-da deyilir, Davud deyir ki, sənin qaydalarını öyrənirəm. Davud bunu Rəbbə deyir. Deyir, qaydaların gözəldir, saf qızıldan daha qiymətlidir, onlardan zövq alıram, başqa zəburlarında deyir Davud. O gün bir insanla danışıram, deyir ki, Bibliyanı oxuyuram, öyrənirəm, araşdırıram, çox gözəl kitabdır deyir. Orada deyir, ardıcıllıq var və orada ən əsası deyir, mən bir sevgi gördüm, qayğı gördüm, məhəbbət gördüm və deyir ki, o kitabı oxuduqca mən deyir, bir qəribə bir rahatlıq gəlir mənim içimə, ürəyimə. Dedim, bəli, bu kitab doğrudan da belədir. Sənə o rahatlığı verən, sənə o sevinci verən Allahın sözləridir. Bax, Davud deyir, ya Rəbb, mən sənin sözlərini öyrənməkdən, sənin kəlamlarını araşdırmaqdan zövq alıram. Və Davud 1-ci zəburunda da deyir ki, bəxtiyar insan, xoşbəxt insan o insandır ki, o insanı xoşbəxt, o insanı bəxtəvər adlandırır ki, deyir, o insan gecə-gündüz Allahın qayda qanunları haqqında düşünür və onlardan zövq alır. İstəyirsən bəxtiyar olmaq? İstəyirsən xoşbəxt olmaq, istəyirsən sevincli olmaq, Allahın sözünü oxu. Allahın sözü ilə yaşa. Allah Yeşu Peyğəmbərə deyir, mənim sözlərim, mənim kəlamlarım, ayələrim sənin gözünün önündən çəkilməsin. Gecə-gündüz oxu, düşün və araşdır. Bilirsiniz, bir dəfə mən bir konfet şirkətinə işə düzəlmək istəyirdim və getdim qəbula. Əlimə 2 vərək verdilər, belə orada 200 dənə konfetin adı yazılmışdı. Dedilər, get bunları əzbərlə, gəl bizə danış, biz səni işə götürək. Çünki bizim məhsullar budur. Sən hansı firmaya getsən, əzbərdən o adların hamısını tez-tez deməlisən ki, bu var, bu var, bu var, bu var. Baxdım belə adlara, konfetlərin adlarını oxumaq çətin. 200 ad. Dedim, yox, mən bunları öyrənə bilmərəm. Bilirsiniz, amma çox insanlar oradan bilirdilər. Bilirsiniz niyə görə? İşinin xatirinə. Çünki işdəsin və oradan dolansın. Biz niyə Allahın sözünü öyrənmirik? Axı bu bizə həyat verir. Axı bu bizə
xoşbəxtlik verir. Axı bu bizə uğur verir. Axı Allahın sözləri bizə əbədi həyat verir. Bilirsiniz, keçən həftə Anar qardaş vəzində sülh haqqında danışdı. Dedi, bir çox ölkələrdə sülh yoxdur. Bir çox ailələrdə sülh yoxdur. Bir çox insanlarda sülh yoxdur. Bilirsiniz niyə? Çünki o ölkələr Allahın sözünü öyrənib onunla yaşamaq istəmirlər. O ailələr Allahın sözünü oxuyub onu icra etmək istəmirlər. O insanlar Allahın sözü ilə oturub durmaq istəmirlər. Ona görə də sülhləri, sevincləri, rahatlıqları, xoşbəxtlikləri yoxdur. Və sonra Davud yenə 119-cu zəburunda deyir ki, mənə qabiliyyət ver. Mənə qabiliyyət ver, qoy əmrlərini öyrənim. Burada Davud Rəbdən kömək istəyir. Deyir, ya Rəbb, mənim o qabiliyyətim yoxdur, mənim o bacarığım yoxdur. Adam var ki, kitab oxuya bilmir. Adam var ki, qulaq asa bilmir. Adam var ki, araşdıra bilmir. Bu həvəs, bu qabiliyyət onda yoxdur. Davud deyir, ya Rəbb, məndə də yoxdur, ver mənə bu qabiliyyəti. Əziz bacım, əziz qardaşım, yoxdursa, gəlin Allahdan istəyək Davud kimi. Ya Rəbb, mənə qabiliyyət ver, sənin sözlərini öyrənim. Mənə qabiliyyət ver, sənin sözlərinlə yaşayayım. Sənin əmrlərini öyrənim. Sənin qayda qanunlarını əzbərləyim, ya Rəbb. Mənə qabiliyyət ver. Və sonra deyir ki, göstərişlərini lap əvvəldən öyrənirəm. 119-52-ci ayədə. Fikir verin, yarımçıq yox. Oradan buradan yox. Deyir, lap əvvəldən, başdan axıra kimi deyir, öyrənirəm ki, hardan başlamısan, harda qurtarmısan, nə qədər əmr vermisən. Bilirsiniz, dəfələrlə olub, məlum olub ki, illərin imanlısı, sual nəticəsində məlum olub ki, neçə illərin imanlısıdır, bir dəfə Bibliyanı başdan axıra kimi oxumayıb. Oradan, buradan, ortadan, əvvəldən, axırdan, bu kitab, amma demişəm, bacım, qardaşım, başdan başlayıb, yaradılışdan başlayıb vəhiyyə kimi oxumusan Bibliyanı. Bilirsiniz necədir, oranı oxum, deyirəm, yox, axıra kimi, xeyr, oxumamışam. Yəni, illərin imanlısı olaq, Allahın sözün başdan axıra kimi oxumayan, bu yaxşı deyil. Davud məzmurunda deyir, əvvəldən, başlanğıcdan sənin sözlərini öyrənirəm, ya Rəbb. Ona görə, əziz bacılarım, qardaşlarım, gəlin öz üzərimizdə işləyək. Çünki Allahın sözü, Davud deyir yenə məzmurlarında, addımlarıma çıraq, həyat yollarıma işıqdır. Və sonra Danielin kitabı 1-ci fəsil 17-ci ayədə deyir ki, Allah bu 4 gəncə hər cür ədəbiyyatı və elmi öyrənmək üçün bilik və dərrakə verdi. Bilirsiniz, bu yaxınlarda mənə bir ruhani xidmət təklif olundu və mən razılaşdım. Və sonra orada öyrənəcəyim materiallara baxdım, həddən çox idi. Və bu ayəni açdım və bu ayə üzərində başladım dua eləməyə ki, ya Rəbb, sənə yalvarıram. Necə ki bu uşaqlara, o 4 uşağa hər cür ədəbiyyatı, bilik və elmi öyrənmək üçün dərrakə verdin, mənə də ver. Mənim gücüm çatmır bu qalınlığında qanunları öyrənməyə, yadımda saxlamağa. Mənə ver bu dərrakəni. Bəli, əgər istəsən Rəbb verəcək. Bilirsiniz bu uşaqlar, Daniel və onun dostları nə öyrənirdilər? Xaldeylilərin dilini, Babillilərin dilini, ədəbiyyatını, mədəniyyətini 3 il ərzində öyrənməli idilər. Neçə ildir, 3 ildən çoxdur ingilis dilini öyrənirəm, hələ də öyrənib qutara bilməmişəm. Amma bu insanlar 3 il gecə-gündüz dili də öyrəndilər, ədəbiyyatı da öyrəndilər, mədəniyyəti də öyrəndilər. Və Daniel 1-ci fəsil 19-cu ayədə yazılıb ki, Padşah Navuxudonosor onlarla danışdı və hamının arasında Daniel, Hananya, Mişel və Azariya kimisi tapılmadı. Və bütün biliyi onlar qavramışdılar. Niyə? Çünki özlərini buna həsr etmişdilər və Allahdan o qabiliyyəti, bacarığı istəmişdilər və Allah onlara o dərrakəni vermişdi. Sənə də verə bilər, mənə də verə bilər. Demə bacarmıram, demə mən edə bilmərəm. Demə məndə alınmaz, yox. Sadəcə istə.
Sadəcə can ataq. Rəbb o qabiliyyəti, o öyrənməni, o götürməni, o qavramanı sənə verməyə qadirdir və vermək də istəyir. Amin. Bəs nə üçün öyrənək, əziz bacılarım, qardaş? Nə üçün bu Allahın sözün, qaydaların, qanunların, kitabları oxuyaq, əzbərləyək, öyrənək, araşdıraq? Öyrətmək üçün. Başqalarına ötürmək üçün. Başqalarına yol göstərmək üçün. Mən öyrənmək haqqında danışdım. İndi isə öyrətmək haqqında danışıram. Bilirsiniz, bildiyini öyrənən, bildiyini öyrətməyən insan ya paxıldır, ya qürurludur, ya da pis ürəyə malikdir ki, birdən o bilər, məndən qabağa gedər. Birdən o bilər, məndən daha yaxşı olar, qoy deməyim, xəbəri olmasın, pis günə qalsın. Amma müqəddəs kəlamda Allah Yezekil peyğəmbərə bilirsiniz nə deyir? 3-cü fəsil 18-ci ayədə. Deyir, mən pis adama hökmən öləcəksən dediyim zaman sən ona xəbərdarlıq etməsən, həyatı qurtulsun deyə pis adamı öz şər əməlindən döndərmək üçün xəbərdarlıq sözü söyləməsən, onda o pis adam öz təqsiri içində öləcək. Lakin onun qanı üçün məsuliyyəti mən sənin üzərinə qoyacağam. Fikir verin. Allah deyir ki, sənə öyrətdiklərimi, sənə aşkar etdiklərimi, sənə dediklərimi başqasına deməsən, başqasına öyrətməsən, başqasına ötürməsən, başqasına söyləməsən, o öləcək. Mən demirəm ki, get küçədə dayan, hamıya qışqır ki, siz öləsiz, qanınız mənimizə. Yox, imkan yarananda, vaxt gələndə, söhbət açılanda, yeri düşəndə deməsən, onun məsuliyyəti Allah deyir, sənin üzərində qalacaq. Bilirsiniz, müqəddəs kitabda İsa Məsih Matta müjdəsi 10-cu fəsil 27-ci ayədə belə bir söz deyir. Deyir, bizə deyir, sizə qaranlıqda dediklərimi gün işığında söyləyin. Qulağınıza pıçıldadığımı damlarda bəyan edin. Yəni, hündür yerlərdən dayanın və insanlara bəyan edin. Ki, mən sizə nə demişəm? Allah sənə nə açıb? Allah sənə nə öyrədib? Allah sənə nəyi aşkar edib? Allah sənə nəyi başa salıb? Onu başqaları ilə bölüş. Qoy o da bilsin. Qoy o da öyrənsin. Qoy o da xilas olsun. Qoy o da iman etsin. Qoy onun da həyatı dəyişilsin. Və istəyirdim digər ayələrə baxaq, öyrətmək haqqında. Həvarilərin işləri 5-ci fəsil 42-ci ayə deyir, onlar hər gün məbəddə və evlərdə təlim öyrətməkdən, İsa'nın Məsih olması barədə müjdəni yaymaqdan əl çəkmirdilər. Kimlər? Həvarilər, imanlılar. Və onlar həftənin hansı günləri bunu edirdilər? Kəlam bizə nə deyir? Hər gün. Hər gün bunu edirdilər. Onlar harda öyrədirdilər? Məbəddə öyrədirdilər. Və başqa harda öyrədirdilər? Ancaq məbəddə, evlərdə öyrədirdilər. Və kəlam deyir ki, onlar nədən əl çəkmirdilər? Onlar müjdəni yaymaqdan əl çəkmirdilər, dayanmırdılar. Bu ideyalarından, bu istəklərindən geri dönmürdülər. Bəs mən necə? Bəs sən necə? Bəs biz necə? Bunu hər gün olmasa da, heç olmasa arada sırada edirik. Həftədə neçə insanı müjdəliyirik? Kimin evinə gedib onunla bir yerdə kəlam oxuyub, onunla bir yerdə kəlam araşdırırıq? Və yaxud da kiminlə şagirdlik edirik? Kimə Allahın sözünün o mənasını, gözəlliyini, dərinliyini danışırıq, bölüşürük? Yoxsa öyrətməyi unutmuşuq? Yoxsa artıq müjdə verməkdən əl çəkmişik? Əgər unudub əl çəkmisənsə, əgər unudub əl çəkmişiksə, gəlin yenidən qaydaq. Bilirsiniz, Vəh kitabı 2-ci fəsil 5-ci ayədə
belə bir güclü bir ayə var. Deyir, buna görə haradan yıxıldığını yadına sal. Tövbə et və əvvəl etdiyin işləri gör. Əks təqdirdə tövbə etməsən, yanına gəlib çıraqdanını yerindən götürəcəyim. Çox ağır ayələrdir. Allah burada xəbərdarlıq edir ki, davam et. Yenidən qayıt. Və sonra 2 Timotey 2-ci fəsil 24-cü ayədə deyilir ki, Rəbbin qulu davakar olmamalıdır. Əksinə hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır. Burada bir mənalı imanlının xasiyyətindən, xarakterindən danışılır ki, biz imanlılar necə olmalıyıq? Biz imanlılarda hansı xarakter, hansı xüsusiyyət olmalıdır? Ona görə istəyərdim bir anlıq gəlin bugün ürəyimizə, həyatımıza baxaq. Görək biz Rəbbin sözlərini, qayda qanunlarını başqalarına öyrətməyə nə mane olur bizim həyatımızda? Bizi nə saxlayır? Hansı xasiyyətlərimiz dəyişməlidir? Nədir bizə qoymayan öyrətməyə, başqalarına bunu deməyə? Bilirsiniz, adam var deyir ki, mən özüm üçün oxuyuram, özüm üçün toplantıya gəlirəm, bu mənə bəsdir, bu mənə bəs edər. Amma xeyr, Allah səndən, məndən bunu istəmir. Allah istəyir ki, biz onu başqaları üçün də oxuyaq, başqalarına vəz edək, başqalarına çatdıraq. Bizə İsa Məsih bir məsəl çəkir. Talant məsələ. Yadınızdadır, bir çoxlarımız məsələ bilirik. İsa Məsih axırdakına deyir ki, bəs sən nə etmisən? Ağası ondan soruşur məsəldə. Deyir, mən bastırmışam. Deyir, alın ondan, verin başqasına. Deyir, heç olmasa, onu deyir, tacirlərə verərdin, mən ondan gəlir əldə edərdim. Niyə saxlamısan özündə? Heç olmasa deyir, kiməsə danışmaya, apar bir dənə kitab ver. Kiməsə bir video göndər, kiməsə bir ayə göndər. Bilirsiniz, Samariyalı qadın İsa Məsih haqqında müjdə vermədi. Samariyalı qadın gəldi şəhərə, dedi bir dənə gedin görün, İsa Məsih odur, yoxsa yox. Vəssalam. Bütün şəhər axışdı getdilər və iman etdilər orada İsa'ya. Bax, budur tacirlərə verib üstündə gəlir əldə etmək. Yəni, nə vasitə olur olsun, heç olmasa ondan istifadə elə. Ki, Allahın sözü yayılsın. Və əziz bacılarım, qardaşlarım, bu ayədə deyirik ki, mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır. Əgər biz mülayim olmasaq, öyrədə bilməyəcəyik. Əgər biz səbirli olmasaq, öyrədə bilməyəcəyik. Davakar olsaq, öyrədə bilməyəcəyik. Bax, ona görə Allahın sözü istəyir ki, biz belə olaq. Bilirsiniz, çox vaxtı illərin imanlısı elə danışır, elə hərəkət edir ki, sən mat qalırsan və deyirsən ki, axı, bu yeni imanlı deyil. Bu yeni imanlıya məxsus sözlər, bu illərin imanlısına məxsus sözlər deyil. Bu illərin imanlısının hərəkəti deyil. Axı, niyə? Ona görə, əziz bacılarım, qardaşlarım, gəlin Rəbbə qaydaq. Və bilirsiniz, İbranilər 5-ci fəsil 12-ci ayədə deyir ki, siz artıq müəllim olmalıydınız. Amma kimsənin sizə təkrarən Allahın kəlamının ibtidai təlimlərini öyrətməsinə hələ də möhtacsınız. Siz bərk yeməyə yox, südə möhtac olmusunuz. Bu, illərin imanlısına aiddir. Deyirsən, neçə illərdir gəlirsən, gedirsən, neçə illərdir məni tanıyırsan, neçə illərdir Allahın sözünü oxursan, sən müəllim olmalıydın. Sən başqalarına öyrətməliydin. Sən başqalarına yol göstərməliydin. Sən başqalarına təlim verməliydin. Sən başqalarını böyütməliydin. Amma deyirsən, hələ də uşaq olaraq qalmısan. Südə kim möhtacdır? Kim süd yeyir ancaq? Körpə uşaq. Deyirsiniz, ət yeməliydiniz. Deyirsiniz, artıq böyümüsən, yekə kişisən, adama deyərlər. Hələ də süd içirsən. Belə çıxır. Və
Bax, bir çox imanlılar bu dəqiqə bu vəziyyətdədirlər ki, illərlə Allahın sözünü oxuya-oxuya, illərlə Allahın evində ola-ola hələ də böyüməyiblər. Ona görə əziz bacılarım, qardaşlarım, gəlin qayıdaq Rəbbə. Rəbb səni, Rəbb məni, Rəbb bizi yenidən canlandırmaq istəyir. Yenidən bizim vasitəmizlə öz qüdrətini, öz qüvvətini göstərmək istəyir. Öz möcüzələrini bəyan etmək istəyir. Bizim vasitəmizlə, sənin vasitənlə insanları öyrətmək istəyir. Sənin vasitənlə insanları xilas etmək istəyir. Sənin vasitənlə insanların gözünü açmaq istəyir. Buna sadəcə razı ol, Rəbb etsin. Buna sadəcə can at. Bunu sadəcə istə, Rəbb edəcək. Və özün də mat qalacaqsan. Özün də özünə təəccüblənəcəksən ki, bu danışan mənəm. Çönüb arxada etdiklərimi baxacaqsan, deyəsən bunları mən etdim. O insana o sözü mən dedim. O insana o kəlamın açıqlamasını mən verdim. Heç onu özüm də bilmirdim. Nə tərsə oldu. Çünki Allah o anda sənə yardım edir. Və edəcək, əgər sən istəsən. Ona görə gəlin qayıdaq. Gəlin qayıdaq Allahın sözünü öyrənməyə. Allahın sözündə yaşamağa. Allahın sözünə itayət etməyə və bunu başqalarına öyrətməyə mütləq Allah bizə yar olacaq. Çünki o bunu öz kəlamlarında vəd edir ki, sənə yar olacam, səni öyrədəcəm. Nə bilmirsən səni öyrədəcəm. Nə lazımdır sənə verəcəm. Yetər ki, sən istə. Amin. Rəbb bu işdə hər birimizə xeyir dua versin. Amin.